Yolun bərbad vəziyyətinə görə məhkəmə sürücünün xeyrinə qərar verdi. Şabran rayonunda yolun yararsız vəziyyəti səbəbindən qəza keçirən avtobloger və radio aparıcı Elgin Xıdırov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı məhkəmədə qalib gəlib. Hadisə təxminən 1 il əvvəl baş verib. Xaçmaz istiqamətində hərəkət edən sürücünün avtomobilinin təkəri M1 magistral yolunun 119-cu kilometrində yerləşən çuxura düşərək partlayıb. Hadisə gecə vaxtı çiskinli və soyuq hava şəraitində işıqlandırılmayan bir yolda baş verib. Sürətin 90 km/saat olduğu bir halda ön təkərin partlaması sürücünü çətin vəziyyətə salıb. Lakin o, avtomobili idarə etmədə saxlayaraq təhlükəsiz bir yerdə dayandırmağa nail olub. Elgin Xıdırov dərhal 102 qaynar xəttinə zəng edərək hadisə barəsində məlumat verib. Yol polisinin qəzanın qeydə alınmasına ehtiyac olmadığını bildirməsinə baxmayaraq sürücü israr edərək hadisəni rəsmi şəkildə sənədləşdirib. Daha sonra o təkəri dəyişib yaxınlıqdakı yanacaq doldurma məntəqəsinə gedib və burada eyni yerdə daha 2 avtomobilin eyni problemlə üzləşdiyini öyrənib. Hadisədən sonra sürücü yolun bərbad vəziyyətdə olduğunu və təcili təmir edilməsinin vacibliyini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə bildirib. Lakin müraciətinə cavab almadıqdan sonra avtomobilinə dəymiş ziyanın ödənilməsi üçün Binəqədi rayon məhkəməsinə müraciət edib. Ekspertizanın araşdırmalarına əsasən qəza nəticəsində təkərlə yanaşı avtomobilin stabilizatoru və diyircəkli yastığı da sıradan çıxıb. Məhkəmə prosesi zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi dəymiş ziyanın məbləğinin azaldılması üçün ekspertiza tələb etsə də yekun qərar Elgin Xıdırovun xeyrinə olub. Dövlət qurumu sürücüyə 933 manat təzminat ödəməyə məcbur edilib. Qərardan narazı qalan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi apellyasiya şikayəti versə də instansiya məhkəməsi ilkin qərarı dəyişmədən qüvvədə saxlayıb. Bu hadisə yol problemləri ilə üzləşən digər sürücülərə də hüquqlarını tələb etmələri üçün nümunə ola bilər. Əgər sizin də başınıza buna bənzər hadisələr gəlibsə, rəylərdə bizimlə bölüşün. Videonu bəyənərək bizə dəstək ola bilərsiniz. Ölkədə və dünyada baş vermiş hadisələrdən ilk xəbər tutmaq üçün kanala abunə olub bildirişləri açıq saxlayın.